İnsan bu dünyada boyun əymədən, zəifliyini hiss etmədən yaşaya bilməz. Yəni bir ilaha mütləq şəkildə itaət edəcək. O zaman insan ilahını öncədən seçməlidir. Ya onu yaradan uca və əzəmətli qüvvə olan Allah, ya da başqası. Ya da öz nəfsi və həva həvəsi. Mütləq bu üçündən birinə yönələcək. Bir çox insan Allaha qulluq etmədikdə və ya başqa bir məxluqa ibadət etmədikdə azad olduğunu, bir qulluq bağının olmadığını sanır. Əslində isə o özü də bilmədən öz nəfsinə ibadət edir və arzu istəklərinin köləsi olur. Buna görə də Uca Allah belə buyurur: "Əfəraytə mən ittəxədə iləhəhu həva", nəfsinin istəklərini özünə ilah qəbul edəni gördünmü? İlah səni yönləndirən və idarə edən şeydir. İnsan ucaldılan bir şeyə tapdığı, yəni ibadət etdiyi zaman onda olan bir özəllik səbəbilə bunu edir. Beləcə o bağlantı həmin şeyə deyil, insan öz nəfsinə qayıdır. Yəni əslində öz nəfsini ilahlaşdırmış olur. Nəfsinə xoş gəlir deyə bunu etmiş olur. Biz isə elə bilirik ki, şirk təkcə daşdan və ya ağacdan düzəldilən bütlərə aiddir. Kimisi məxluqları, ölüb getmiş kəsləri, kimisi də lap pisi öz nəfsini ilahlaşdırıb şirkə düşməyə davam edir. Və Uca Allah insanları yalnız özünə ibadət etməyə çağırarkən onları iki ilahdan qurtarmaq istəyir. Başqalarına qulluqdan və nəfsin arzularına köləlikdən. İnsan üçün ən böyük azadlıq və güc yalnız Allaha qul olmaq, ondan başqa gücə tapmamaq, ibadət etməmək və boyun əyməməkdir. La ilahe illallahın mənası da məhz budur.